Salam əziz izləyicilər. Bugün biz sizinlə muncuqlardan sadə və zərif bir bilərzik hazırlayacağıq. Bu bilərzik yeni başlayanlar üçün çox uyğundur və addım-addım bütün mərhələləri sizə göstərəcəyəm. Videonun sonuna qədər izləməyi unutmayın. Bizə lazım olacaq qızılı, gümüşü, mavi muncuqlar, qolbaq üçün bağlayıcı və halqa, muncuq düzümü üçün nazik iynə və sap. Bağlayıcı və bir qızıl muncuğu götürüb, iynə sapdan aşağı hissəyə indiririk. İynə sapı bağlayıcı və muncuğun içindən keçirdiririk. İki düğün vururuq. Vururuq ki, bizim muncuqlarımız sapdan açılmasın. İynə sapımızı bağlayıcı və muncuğun içindən keçirdiririk. İki gümüşü, bir mavi, iki qızılı muncuğu götürüb muncuğun içindən keçirdiririk. İynə sapı gümüşü muncuqların içindən keçirdiririk. İynə sapı mavi muncuğun da içindən keçirdiririk. Artıq sapımızı qayçı ilə kəsirik. 3 qızılı muncuq və 2 gümüşü muncuğu götürüb mavi muncuğun içindən keçirdiririk. Bir əlavə qızılı muncuğu götürüb qızılı muncuqların içindən keçirdiririk. İynə sapı gümüşü muncuğun içindən keçirdirib bir gümüşü muncuq da əlavə edib gümüşü muncuqların içindən keçirdiririk. İynə sapı qızılı muncuğun içindən keçirdiririk. Beləliklə bizim qolbağımızın birinci hissəsi hazırdır. 2 gümüşü və bir mavi, 2 qızılı muncuğu götürüb qızılı muncuğun içindən keçirdiririk. İynə sapı 2 gümüşün və bir mavi muncuğun içindən keçirdiririk. Əziz izləyicilər, diqqətlə izləyin. İndi isə 2 qızılı muncuq və 3 gümüşü muncuq götürüb mavi muncuğun içindən keçirdiririk. Xahiş edirəm, videonu diqqətlə izləyin və muncuqların sayına fikir verin. Bir qızılı muncuq da əlavə edib qızılı muncuqların içindən keçirdiririk. İynə sapı 2 gümüş muncuğun içindən keçirdirib bir gümüşü muncuq da əlavə edirik və iynə sapı gümüş muncuqların içindən keçirdiririk. İki gümüşü və bir mavi, 2 qızılı muncuq götürüb iynə sapdan keçirdiririk. İynə sapımızı gümüşü və mavi muncuğun içindən keçirdiririk. Diqqətlə izləyin. İndi isə 3
qızılı və 2 gümüşü muncuğu götürüb mavi muncuğun içindən keçizdiririk. Hər bir ərziyimizin hissəsində bizim muncuqlarımızın sayı fərqlənir. Bir gümüşü muncuğu da götürüb muncuqların içinə əlavə edirik. Beləliklə, bizim bilərziyimizin 3-cü hissəsi də hazırdır. Keçirik bilərziyimizin 4-cü hissəsinə. Eyni qaydada 2 gümüşü muncuğu və 1 mavi 2 qızılı muncuğu götürüb muncuğun içindən keçizdiririk. İki gümüşü və 1 mavi muncuğun içindən iynə sapımızı keçizdiririk. İki qızılı və 3 gümüşü muncuğu götürüb muncuğa birləşdiririk. Belə qaydada biz bilərziyimizə davam edirik. Beləliklə, bizim bilərziyimizin 4-cü hissəsi də hazırdır. Beləliklə, bilərziyimizin çox hissəsi hazırdır. Keçirik bağlayıcı hissəsinə. Bir xalqa və 4 qızılı muncuğu götürüb, qızılı muncuğun içindən iynə sapımızı keçizdiririk. Dairəvi şəkildə iynə sapımızı bir də muncuqların içindən keçizdiririk. İynə sapımızı muncuqların arasında 2 düyün vururuq. İynə sapımızı muncuqların arasından keçizdiririk. Və artıq sapımızı qayçı ilə kəsirik. Beləliklə, bizim bilərziyimiz hazırdır. Videonu izlədiyiniz üçün təşəkkür edirəm. Videomu bəyəndinizsə, zəhmət olmasa like edin, fikirlərinizi şərh bölməsində yazın və yeni videolarımda xəbərdar olmaq üçün kanala abunə olmağı unutmayın. Hələlik!